Salam əziz izləyicilər. Bugün sizə Premium YouTube, yəni ödənişsiz bir şəkildə YouTube necə əldə edilir onu göstərəcəm. İndi giririk Google-a, Google tapaq. Google-a daxil olduq. Burada YouTube OneSet məndə, gəldi, məndə yazılı var. Daxil olduq birinciyə. Qeyd edim ki, burada çoxlu sayda indirmə linki var. Bizə lazım olan link bu göy linkdir. Yəni öncə yuxarıdakı dovlan hissəsinə toxunuruq. Bizə atır göy linkə. Göy endirməyə girdik. Mavi daha doğrusu. Şimdi Manger yazılan bir şey, bu qırmızıya toxunuruq. Ən aşağı gəlib indirildi. Uğraşdırın. Burada bir qeyd bir şey var. Açın. İcazələr istəyəcək. Sonra burada saxta olduğu, çox telefonda bu saxta tətbiq kimi yoxlanılmış olur. Çox telefonda olmur. Bizdə göstərmədi hal-hazırda. Problem yoxdur tətbiqə. Burada əsas olan, ən vacib olan MicroG-ni axtarıb indirirsən. Bax burada MicroG. Bu olmasa dəstəkləməyəcək, işləməyəcək. Bu insin. Əsas olanlardan biri budur. Yəni MicroG mütləq yenməlidir ki, YouTube işləsin. Gözləyin bir dəqiqə. İcazəni verək. Bu saxta tətbiq təhlükə, bu yoxlanışdır. Bu gələcək sizə. Quraşdırın. Burada bu quraşdırılsın. 2 dənə YouTube var. Biri YouTube OneSet'dir. Biri də yuxarıdakı RVX YouTube Extend'dir. Bunlar YouTube'dur. Məndə bir yüklüdür, səhv eləmirəmsə. Burada saxta tətbiq yoxlanışı gələ bilər. Yəni narahat olmayın. Gəlmədi. Gözəl. Yəni bu vacib icazə. Bura icazə verməmək məsləhət görürəm. Çünki dayanmadan bildiriş gələcək sizə. İcazə verməyin bildirişlər üçün. Mən vermirəm. Giririk YouTube, yenə qaydırırıq OneSet'ə. Daxil oluq buraya. Bunu indiririk. YouTube OneSet. Saxta tətbiq gələ bilər burada. Yəni mən hər ikisini də indirəcəm. Çünki mən kinoya baxdığımda, TikTok'a baxdığım zaman, YouTube'dan oyun oynayan zaman YouTube'dan istifadə edirəm. O yüzden o səbəbdən hər ikisini indirirəm ki, birini istifadə etdikdə digərinə girib baxa bilim. Uğraşdırın. Burada saxta tətbiq gələ bilər. Əksər telefonlarda gəlir, çox vaxt məndə də gəlir. Narahat olmayan, heç bir saxtalığı yoxdur. Sadəcə YouTube özü verir. Yəni heç bir saxtalığı yoxdur. Dediyim kimi gəldi, risk aşkar edildi. Yəni nəzərə almaya vurun. Ya istəyirsiniz silin. Mən sildim məsəl üçün. Gedib ikincisini də indirirəm. Yəni heç biri. Baxın indi bunda da gələcək. Amma bunu istifadə edəcəm. Yüklənsin. Biraz geç çəkir bu proses. Bu səbəbdən internetinin güclü olmalıdır. Bu YouTube OneSet'i mən televizorlar üçün də məsləhət görürəm. Yəni TV-lər də istifadə edilə bilər. TV-lərdə də istifadə edilə bilər. Mən indi yoxlayıb çəkəcəm onun da videosunu. Uğraşdırın. Burada saxta tətbiq gələ bilər. Heç bir təhlükəsi yoxdur. Mən artıq 2 ildir istifadə edirəm bunu. Heç bir təhlükəsi yoxdur. İcazə veririk. Hesab əlavə etməyimizi istəyir. Şimdi girib hesab əlavə eləyirik. Hesab əlavə elədik. Bu qədər. Videolar gələcək. Yuxarıda premium yazılıb. Bu qədər. Yəni gələcək videomuzda isə bunu TV-lər üçün nəzərə keçirəcək.